o dünyəvi tutduğunuz o məkan, o Amerika, o Fransa, o İspaniya üçün yazdığınız o əsərləri bizim bu binava oxucular da deyək ki, bizim oxucularımızın o qədər də yüksək səviyyəsi yoxdur. Nətər ola bilirlər ki, Azərbaycan üçün yazılan əsəri başa düşmürlər, oxumurlar. Bu Amerika üçün dünyəvi yazdığınız əsərləri başa düşürlər və sizin kitablarınızı alırlar. Müəllim, o fikirlə də razı deyiləm. Azərbaycan oxucusunun səviyyəsi yoxdur. O fikirlə tam razı deyiləm. Nəyə görə? Yox, yəni sizin əsərləriniz səviyyəsində də bilirsiniz dünyəvi Amerikadan. Amerikanın İbn Sinanın İşarat və Tənbihat əsərini tərcümə eləmişəm, şərh vermişəm. Dövlətlərdə mükafatlar almışsınız. Bu mükafatları sizə verəndə sizin mətnlərinizə görə verir. Deyirəm, nətər ola bilir ki, ən sadə, necə ola bilir ki, ən sadə bir əsəri, rahat bir əsəri oxumayan bu Azərbaycan oxucusu o cür əsərləri oxuya bilirlər. Sadə dildə deyək, ana dildə və adı da Azərbaycan adı olan, adamların adı da Məmməd, Səfər, Taranə, Ümid olan bir kitabı oxumurlar. Ümumiyyətlə, bu şəbəkənin mən sirrini anlamaq istəyirəm. Onun sirrini müəllim deyəcəm. Sirrindən əvvəl bir fəlsəfəsinə toxunmaq lazımdır. Fəlsəfəsi odur, birinci, Azərbaycan oxucusu çox dərin oxucudur. Mən İbn Sinanın İşarat və Tənbihat əsərini tərcümə elədim və ona şərh vermişəm. Və antologiya, şərq antologiyası və Qərb və qədim Yunan antologiyası əsasında yazılmış Hikmətin əvvəli əsərim var və ölkədə çox satılmış əsərlərdəndir və bunu oxucu başa düşür. Yəni, bizim oxucu dərin oxucudur. Mən əsərdə sosial mövzulara, psixososial mövzulara toxunuram. Mən koqnitiv davranış terapiyasının mövzularından danışıram. Mən orada Gestalt terapiyanın əsaslarına aid olan mövzuları bədii estetik formada gözəlləşdirib mən romanlarımda verirəm və oxucu bunu başa düşür. Yəni, oxucunun, bizim Azərbaycan oxucusunun kifayət qədər dərinliyi var və kifayət qədər intellektual səviyyəsi yuxarıdır. İndi o suala gələndə niyə bunu oxuyur, bunu oxumur? Ona görə ki, bu əsərdə o dərinliyi görmür, bu əsərdə görür və mən onu hər imza mərasimlərində real olaraq görürəm ki, oxucunun həm kəmiyyəti artır, Aydındır. eyni zamanda da keyfiyyəti artır. Rövşən müəllim,